Salam izləyicilərimiz, bugün sizə üz dərisinin vaxtından əvvəl qocalaraq, qaşların aşağıya doğru enib, gözüstü ətlərin qabarmasına səbəb olan göz ətrafı, burun ətrafı, ağız bucağı və çənəaltı nahiyədə üz dərisinin sallanmasına və həmin nahiyədəki qırışların dərinləşməsinə səbəb olan aponevroz kütləsi haqqında danışacağıq. Aponevroz kütləsi kəllə sümükləri üzərinə yapışmasında öz elastikliyini itirərsə, yəni sərt şəkildə yapışarsa, bu zaman bir çox problemlər də ortaya çıxır. Buna baş ağrı, boyun ağrı, baş boyun əzələləri, gərginliyi, beyin qan dövranının pozulması, gecə yuxusunun normal olmaması, çeynəmə əzələlərinin zəifləməsi, aqressivliyin ortaya çıxması kimi problemlər yaranır. Biz öz mövcud seanslarımızı tətbiq edərək bu problemləri aradan qaldıra bilirik. Seanslarımızı tətbiq etdikdə çox gözəl nəticələr əldə olunur. Seanslarımızdan yararlanmaq, sağlığına qovuşmaq istəyən şəxslər səhifəmizdəki WhatsApp nömrələrinə və yaxud da rəy bölmələrinə yazaraq klinikamıza yaxınlaşa bilərlər.